Darıxmaq çox normal bir haldır. Hətta bizə zərər verdiklərinə görə məcbur qalıb həyatımızdan çıxardığımız, özümüzdən uzaqlaşdırdığımız insanlar üçün də darıxa bilərik. Bizim hiss etdiyimiz duyğular, hisslər hər zaman məntiqli deyil və bu bizim səhv qərar verdiyimiz mənasına da gəlmir. Bu sadəcə insan olduğumuz mənasına gəlir. Çünki darıxmaq məhz biz insanlara xas olan bir duyğudur. Əslində darıxdığımız o anda, o xatirələrə qayıdıb, o yaşadıqlarımız üçün darıxdığımız anlarda həmin insanın bizim həyatımızdan nə üçün çıxdığını, hansı səbəbə görə məcbur qalıb onunla öz aramıza sərhəd qoyduğumuzu özümüzə xatırlamağımız çox vacib. Demək olar ki, bu məsələnin ən vacib hissəsi budur. Özümüzə sadəcə xatırlatmalıyıq ki, hansı səbəbə görə o insan bugün bizim həyatımızda yoxdur. Fiziki və yaxud da duyğusal şiddətimi görürdün, təkrarlanan hörmətsizliklə mi qarşılaşırdın, yalanmı, güvənsizlikmi, hörmətsizlikmi və yaxud da huzursuzluqmu? Səbəb nə olur olsun, sən həqiqətdə bunları yaşamısan, istəmədən belə əgər o qərarı almısansa, demək öz ruh sağlamlığını qorumaq üçün bunu etmisən. Seanslarda çox vaxt insanların duyğusal bağları ilə verdikləri qərar arasında, yəni sərhəd qərarı arasında sıxışıb qaldığından çox şahid oluruq. Darıxmaq zəiflik deyil, sadəcə bizim itirdiyimiz an, səhv etdiyimiz an, həmin insanı həyatımızdan nə üçün çıxartdığımızı unutduğumuz an olur. Sağalmaq, xatirələrə icazə verərək yaşamaq, amma həqiqəti unutmamaqdır.